Dünyaya bax gör, könül bağlamalıdır. Allah'ın dini, imanı qoya bilir. Heç inanmamsan heç. Bax bu dünyaya, bunun nöqsanları səni vadar eləsin. Desən ki, yox əşi, bura könül bağlanması yerdir. Bunun nöqsanı. Biz necədir? Məsələ, biz insanlar belə yaranmışıq ki, nöqsanlı şeyləri sevmirik. Allah bizi belə yaradır. Çünki özü də belədir. Allah naqis şeyləri sevmir. İbadət dediyi kamil eləmə. Nöqsandan xoşu gəlmir. Biz insanlar da Allah fitrəti ilə yaranmışıq deyə naqis şeyləri sevmirik. Nöqsansız şey axtarırıq. Bir şey alanda, maşın alanda nə soruşuruq? Vurulmayıb ki. Bir maşın alanda nöqsansız olduğunu istəyən biz, bəs niyə nöqsanlı dünyanı sevirik? Niyə görə? Cavab bir dənə budur ki, xəyal qururuq. Nöqsanlarını dünyanın özümüzdən gizlədirik. Yaxşı cəhətlərini qabardırıq, pis cəhətlərini görməməzliyə vururuq.